Şkaf kondisioner su vannası. İçərisinin vəziyyəti. Detalların hamısı ayrılır. Sökülmüş vəziyyətdədir. Mikroskoması da ayrılır. Bu da radiatorun vəziyyətidir. Bu arxa tərəfidir. Buradan hava çəkir normalda. Hava çəkən yer. Bu ön tərəfidir. Biz bəzən yana baxırıq, deyirik təmizdir. Güzel olmadır. Bu da hava çəkən tərəfidir. Yolandan sonra videosunu çəkəcəm, görəcəyik vəziyyəti.